Ana dilimizdə sifət vurğulamağın nə olduğunu bilirsinizmi? Fars dilində sifəti vurğulamaq üçün təkrar quralı işlənir. Yəni sifəti təkrarlayaraq və ona bir kəsrə izafə edərək o sifət vurğulanır. Örnək üçün sərdə-sər deyirlər. Ancaq bu quralı biz ana dilimizdə uyguladıqda bizim ana dilimiz öz qaydasından çıxaraq yanlış işlənir. Yəni biz soyuq yaxud uca dedikdə ana dilimizi yanlış işlədirik. Ana dilimiz türkcədə sifət vurğulamaq üçün sifətə bir baş ək əlavə edirik. Yəni ilk öncə baş ək, daha sonra sifət gəlir. Buna sifət vurğusu deyilir. Burada daha biz kəsrə əlavə etmirik. Çünki kəsrə əlavə olunduqda bizim ana dilimiz doğruluqdan çıxaraq yanlışa düşülür. Bu baş ək tək hicalıdır və sifətin birinci səsindən oluşmuşdur. Örnək üçün sap-sarı doğrudur, sarıya sarı yanlışdır. Qap-qara doğrudur, qaraya qara yanlışdır. Daha yaxşı öyrənmək üçün bir neçə örnək birlikdə sayaq. Qıpqırmızı, yamyaşıl, bomboz, gömgök. Ana dilimizi doğru yazıb, doğru danışaq. Bir neçə örnək daha siz yorumlarda yazın.